Qəhrəman hökmə anasıyam. Gəlmişə milləti övluduna mübarək olsun. Arzu ananı dəstək olmaq üçün gəlmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Təşəkkür edirəm. Allah sizlərə də səbir versin. Bu gün əlbəttə ki, biz də özümüzə borc bilmişik. Qəhrəmanlar deyər, Biləsuvardan gəlmişik ki, şəhidlərimizi çəkək, paylaşaq, işıqlandıraq. Bu gün elə şəhid analarına da söz götürmək bizim üçün bir qürur verər. Dəyərli analarımız, buyur siz də bir iki kəlmə deyin. Terror şəhidi Mehdizadə Başarın anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun. Bura gələn bütün şəhid analarına, dəyərlərim ki, onun da balalarının məqamları uca olsun. Allah rəhmət eləsin hamısına. Təşəkkür edirəm. Var olasan. Gələn ayaqlarınız var olsun. Buyur xanım. Təşəkkür edirəm. Şəhidlərimizə rəhmət eləsin. Arzularınıza da Allah səbir versin. Çox sağ ol. Buyur anam, sizə bir iki kəlmə. Milli qəhrəmanımız təyyarə qəzasında həlak olan Hökümə xanımın anası iştirak edir. Uzaq bir məsafədən gəlib. Bugün Elmədin balamızın mövluduna, evin tək evladı Arzu anamızın tək evladı Elmədinin bu gün 5-ci il dönümüdür. Allah hər birisinə, bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Təşəkkür edirik. Var olasın. Var olun analar. Qarşıda baş əriyor. Allah sizləri var eləsin. Allah şəhidimizə rəhmət eləsin. Qəbrində olmaq olsun. Hamımız bir gün yaranmışıq, bir gün gedəcəyik. Peki hamımıza belə şərəfli ölüm qismət olsun. Mən sadəcə olaraq bunu demək istəyirəm. Başımızı dikdik qalx. Biz də şəhidin döyüş yoldaşlarıyıq, qardaşlarıyıq. Bizim üçün də çətindir. Şəhidimizin istər mövludunda, istər il dönümündə iştirak etmək. Biz də kədərləririk, ancaq Allah hamımıza səbir versin. Onların cəsarəti, onların hünəri bugün bizim... Dəyərli şəhid anası, biz də Biləsuvar qəhrəmanlar diyarı, siz də bizim doğma vətənimiz Biləsuvardan gəlibsiniz. Sizlərin qarşısında baş əyirik. İstərdim ki, bugün Bərdədə Elməddin qardaşımızın mövludunda bir iki kəlmə deyəsən, buyur. Mən şəhidlərimizin babamın da Çox sağ ol. Var ol. Allah sizləri var eləsin. Dəyərli şəhid anaları, qarşısında baş əyirəm. Allah sizləri var eləsin. Təşəkkür edirəm. Var olasın.